Ekran görünür mü hamıda? Bəli, müəllim. Ha, başlayalım o zaman. Deməli uşaqlar, birinci danışacağıq sizlə ədədi silsilədən. Ədədi silsilə. İmtahana düşürmü? Bəli düşür. Hər il mi düşür? Bəli, hər il düşür. Asan mı düşür? Bəli, asan düşür. Sualların cavabını verdim indidən. Deməli uşaqlar, silsilə deyəndə müəyyən bir ardıcıllıq görəcəksiniz. Məsələn, deyək ki, adi bir şeydən başlayacağım, sonra düstur formasını davam edəcəm. 4, 7, 10, 13. Müəllim, imtahana ədədi silsilə, yoxsa həndəs silsilə? Ə, maraqlı sual verirsən, onu imtahan qabağı fala baxıb xəbər eləyəcəm. Nə bilim, aynen Elton hansı düşəcək. İkisindən biri düşəcək də. Keçən illərdə əsasən hansı çox düşür? Əksəriyyətin ədədi silsilə görmüşəm. Yəni birinə ədədi Hə. düşəndə digərinə həndəsi gəlir də demək olar ki. Axşamı xeyir eşidən. Yaxşı. Silsilə deyəndə uşaqlar, baxın, müəyyən qanuna uyğunluqla, müəyyən ardıcıllıqla, təbii ki, eyni qədər arta-arta və yaxud da ki, eyni qədər azala-azala davam edən bir ardıcıllıq başa düşülür. Baxıram ki, bunlar 3 artır. 4-ün üzərinə 3 gələndə 7, üzərinə 3 gələndə 10, üzərinə 3 gəldim 13 və s. və s. və s. 3 artdı. Bu artacağı ədəd bizdə adlanacaq silsilə fərqi. D, silsilə fərqi. Yəni ədəd neçə-neçə artırsa, onun adı silsilə fərqidir. Burada silsilə fərqi deməli nəyə bərabərdir? 3-ə bərabərdir. Çünki bu ədədlər ardıcıllığı 3-3 artaraq davam eləyir. Silsilənin hədlərinə baxsaq, birinci yerdə duran A1 sayılır, ikinci yerdə duran A2 sayılacaq, üçüncü yerdə duran A3 sayılır, dördüncü yerdən A4 durur, 5-5-5 davam eləyəcək və sonuncu AN sonu varmı, yoxdur, AK və s. bu cür davam eləyəcək. Bu müəyyən ardıcıllıqla düzülmüş silsilənin hədləri sayılır. A1 birinci həddir, A2 ikinci həddir, A3 üçüncü həddir və s. bu cür davam eləyəcək. Silsilə fərqini tapılmaq üçün yanaşı olanda, məsələn, görürəm ki, 7 ilə 4-ün arasında fərq 3-ə bərabərdir. Bunu bildim. Biri 4-dür, biri də 22-dir. Biri aşağıdandır, biri də yuxarıdandır. Mən nə edə bilərəm bu zaman? Silsilə fərqini tapmaq üçün təbii ki, düstur tətbiq edəcəksiniz. D bərabərdir. Deməli, AN çıxılsın AK, aşağıda isə N çıxılsın K şəklini tətbiq edərək biz silsilə fərqini tapa bilərik. Cəmi sizə 3 dənə düstur, 4 dənə düstur yazacağım maksimum. Düsturlardan birincisi silsilə fərqinin tapılması düsturudur. Məsələn, deyəlim ki, bizə verib nəyi? A olsun 15. Bərabərdir, tutalım ki, 84. A 9 bərabərdir, olsun 14. 14 olmasın, 24 olsun. Bizdən soruşur ki, silsilə fərqi nəyə bərabərdir? Onda nə edəcəksiniz? D bərabərdir. Yazıram A15 çıxılsın A9. Aşağıda isə 15 çıxılsın 9. A15-in cavabı 84. A9-un cavabı 24. 15-dən 9 çıxanda 6. Yuxarıda 60 qaldı, aşağıda 6 qaldı. Böləndə qalacaq 10. Deməli, silsilə fərqimiz 10-a bərabər oldu. Yəni, bunu məncə başa düşmüş olarsınız ki, silsilə fərqini tapmaq üçün yanaşı olanda A2 ilə A1-i bir-birindən çıxaram tezcənə. Məsələn, 4 ilə 7 arasında fərqi görmək olur. Amma 4 ilə 22 arasında fərqi görmək elə də asan deyil. Ona görə siz nə edəcəksiniz? Neçənci yerdə durduqlarını mərkəzdə çıxırsınız, ədədlərin özünü isə sürətdə çıxıbsınız və bölürsünüz. Alacaqsınız silsilə fərqini. Başqa üsulları varmı? Bəli, var. Lazım olacaqmı? Bəli, olacaq. Harda? Qarşıda misal gələcək, orada deyəcəm sizə. Məsələn, adicə elə bu yuxarıda yazdığımı yazıram. Deyir A15. E, o lazımı deyil hələ ki. Sonra deyərəm bunu. Çünki qarışdırmayaq belə. Silsilənin eninci həddini düsturu deyim sizə. Ondan sonra bura qayıdaram. Yazıram bura eninci həddin düsturu. Ən vacib budur. Baxın, eninci həddin düsturu. Eninci həddin düsturu deyəndə söhbət gedir. Məsələn, 5-ci hədd, 15-ci hədd, 21-ci hədd, 99-cu hədd belə suallar verəcəksə nəyə bərabərdir? Eninci hədd işarə olunacaq A N-lə. Bərabər. Açılışını yazacaqsınız ki, A1 üzərinə gəl. Bu N-dən birinə çıxacaqsınız. Yazıram bura N çıxılsın 1 vurulsun D. Məsələn, bunu misal kimi tətbiq eləyən zaman nə iş görəcəksiniz? Tutalım A7 verib mənə. A7-ni açmaq istəyirsənsə, A1 yazırsansa, 7-dən birini çıxıb bura 6D yazmalısan. Həmişə böyük olan nədirsə onu açmaq lazımdır. Məsələn, A16 deyirəm.
Mən A16-nın yerinə məsələn yaza bilərəm ki, A1 üzərinə gəl 16-dan 1 çıxanda 15D şəklində aça bilərəm. Məsələn, yazıram burada A16-nı başqa cür açmaq olarmı? Niyə də olmasın? Yazıram A7 üzərinə gəl. 16-dan 7 çıxanda qalacaq burada 9, yana da D yazıram. D də silsilə fərqidir. Ədəd neçə çatdığını göstərirdi. Başqa cür yazmaq olarmı? Niyə də olmasın? O qədər versiya var ki, 16-ya qədər. Məsələn, yazıram ki, A10 üzərinə gəl. 16-dan 10 çıxanda qalır 6, yanına da D yazıram. Hansını tətbiq eləyəcəm? Misalda sənə hansı sərf eləsə, onu tətbiq eləyəcəksən. Əsasən A1 ilə açılır. Bunu unutmayın. Ən əsası A1 ilə açılışı olur düsturlarda. Bu sizin ikinci düsturunuz. Mən sizə düsturları bir-bir çərçivəyə alıb göstərəcəm. Öyrənə biləcəyiniz əsas şeylər bunlardır. Digər kənarlarındakılar isə tətbiqi öyrətmək üçün yazdıqlarımdır. Bu getdi. N-ci həddin düsturu da bildik. İndi qaldı bizdə silsilənin ilk N həddinin cəmi. İlk N həddin cəmi. İlk N həddin cəmində əsasən bir dənə düsturu öyrənin, iki dənə var. Birinci düsturu yazırlar, birincidən də ikinci alınır. Mən birbaşa sizə ikincini deyəcəm, çünki ən lazımlı odur. SN bərabərdir. Cəmlər uşaqlar S hərfindən işarə olunur. İngilis dilində bilirsiniz, summer cəm deməkdir. S ilə işarə olunacaq. Deməli, düstur belə olacaq. 2A1 üzərinə gəlinsin. Burada yazırsınız. Yenə N çıxılsın 1D. Məxrəcdə 2 yazıram. Qıraqda isə N yazıram. Məsələn, sualda bizə soruşur ki, silsilənin ilk 10 həddinin cəmini tapın. Deməli, N hərfinin yerinə 10 yazmalısınız. Məsələn, S10 açılışını yaz deyirəm. Onda birbaşa avtomatik yazmalısan. 2A1, 10-dan 1 azaldı. Qalır 9D, 2 bura, 10 da bura. Yazdım bu şəkildə. Və yaxud da ki, deyirəm ki, S23 nəyə bərabərdir? İlk 23 ədəd cəmi tap deyir. Yazacaqsan yenə 2A1. Hər zaman belədimi? Bəli. 23-dən də 1 azalanda 22D. Qırağa nə yazıram? Məxrəc 2. Qırağa da 23-ün özünü yazıram. Yəni, açılış formasına diqqət yetirin, əliniz öyrəşsin də. Məsələn, üçüncü deyirəm ki, tutalım ki, 26 nəyə bərabərdir? Yazacaqsanız 2A1 üzərinə gəl. 26-dan 1 azaldırsan 25D. Məxrəcə 2, qırağa da 26-nı qayıdıb özünü yazmalısan. Yəni, burada N-in indeksi nədirsə, ən sonunda həmin indeksin özünü yazmaq lazım. Çünki düstura baxın, N, burada da N. Olmalıdır bu şəkildə. Əgər belə bir qeyd yazıram sizə, ilk N həddin cəmi qoydum qırağa. Əgər cəm düsturunu sualın şərtində versə, əgər şərtdə S bərabərdir düstur versə və N-ci həddi soruşsa, A N-ci yazıram sizin xətrinizdə, N-ci yazmıram. A N-ci həddi Salam müəllim, axşamınız Salam xeyir. dostlar, hər vaxtın xeyir. Soruşsa, onda necə yazacaqsınız deməli? Onda yazırsınız ki, AN bərabərdir SN çıxılsın 1. Bu nə deməkdir? Məsələn, mənə deyir ki, A8-i tap. Sən gedəcəksən ki, misalda bir dəfə 8 yerinə yazacaqsan, bir dəfə də 7-ni yerinə yazacaqsan. Aldığın cavablarda çıxacaqsan. Məsələn, A10-u tap deyir. Gedəcəksən bir dəfə S-də 10-u yerinə yazacaqsan, bir dəfə 9-u yerinə yazacaqsan. Aldığın cavabları çıxacaqsan. Buna aid misal deyək. Məsəl üçün deyək ki, ilk N həddinin cəmi Sn bərabərdir. 2N vurulsun, N çıxılsın 1 düsturunla verilən silsilənin tutalım ki, 8-ci həddin nəyə bərabərdir? Bunu soruşur bizdən. Sən nə edəcəksən? A8-i tapmaq istəyirsənsə, bir dəfə S-də 8-i yerinə yazacaqsan, bir dəfə S-də 7-ni yerinə yazacaqsan və aldığın cavabları bir-birinə çıxacaqsan. Gəlirəm yuxarıda S8-i hesablayıram. S8 bərabər 2 vurulsun 8, vurulsun. Burada 8-dən birini çıxanda qalacaq 7. Bu eləyəcək neçə? 112 eləyir deyəsən. Bir də S7-ni hesablamalıyam. N yerinə 7 yazıram. 2 vurulsun 7, vur. 7-dən də 1 çıxanda 6 qalacaq. Bu da eləyəcək 84. Mənə lazımdır A8. A8 tapmaq üçün də gətirirsiniz tapdığınız 112-dən çıxacaqsınız 84-ünü. O da qalacaq neçə? 28 qalacaq. Cavab oldu bu şəkildə. Burada qaranlıq qalan yer varmı kiməsə hələ ki? Müəllim, bir dənə də üzərindən keçə bilərik. Keçəcəm. Bura qədər kimdəsə problem yoxdur ki? Müəllim, S8 ilə S7-ni necə tapdınız? Bəs burada düstur yazmışam da.
Ayın düsturu necə yazılıb burada? Bax buraya Nərmin. Buraya mesela 8 yazıramsa 8'den bir çıxanda burada da 7 qalır. Bu şərtdir, bu qaydadır. Bax burada yuxarıda göstərmişəm. Cümləni oxu və qaydaya bax. Əgər şərtdə S düsturu versə, n-ci həddi soruşsa, A-n bərabər S-n çıxılsın, S-n çıx 1 olacaq. Bax indi məsələn deyirəm ki, sualda verdi sənə nəyi? S-n bərabərdir 2n vurulsun, n çıxılsın 1-i verdi və A8 soruşur. Səndən bu həddi soruşursa, bir dəfə n-in yerinə 8 yazmalısan, bir dəfə də bax bura 8-dən 1 vahid az, 7-ni yazmalısan. İkisini də yazdığın, hesabladın, aldığın cavabları çıxmalısan. Çünki düstə çıxma var. Aydın oldu mu? Bəli, müəllim. Yaxşı. Deməli, reply verirəm üzərinə. Qayda bu qədərdir. Misallara keçəcəm. Ədədi silsilə oldu nə? Müəyyən bir ardıcılıqla artmalıdır. Eyni sayda artmalıdır. Təbii ki, biri 3, biri 5, 5 arta bilməz. Hamısı eyni qaydan artacaq. Məsələn, bu sıraya baxıram. 4, 7, 10, 13. Burada 3 artır. D bərabər 3-dür. D nə deməkdir? Silsilə fərqi deməkdir. Yəni, ədədlər neçə-neçə artırsa, həmin artmanı D hərfi ilə işarə eləyəcəyik. İndi ədədlər yanaşı gələrsə, məsələn 4 ilə 7 yanaşı gəlib. Mən burada görürəm ki, bu 3 artır. Burada problem yoxdur. Görürəm də silsilə fərqini tapa bilirəm. Amma ki, ədədin birini versə başlanğıcdan, birini də versə gedib ortalardan, mən silsilə fərqini tapa bilməyəcəm. Çünki onlar çıxanda arada dağlar qədər fərq olacaq. Məsələn, A15 verir, A9 verir. Mən nə bilim, birinci 15-ci yerdə biridir, 9-cu yerdə biridir. Aradakı fərqi bilmirəm. Yanaşı olmalıdır ki, biləsiniz. Bunun üçün silsilə fərqinin düsturu belədir. Hədləri bir-birindən çıxırsınız. İndekslərdə bir-birindən çıxırsınız. Sonra bölürsünüz. Məsələn, A15-i verib mənə 84, A9-u verib mənə 24. Deyir ki, D nəyə bərabərdir? Sürətdə yazıram A15 çıxılsın A9, aşağıda yazıram 15 çıxılsın 9. Yəni indekslərinin fərqi. A15-in qiyməti 84, A9-un cavabı 24. 15-dən 9 çıxdı mı 6 qaldı burada. İndi burada nə yeyəcəm? Çıxanda 60 qalır, 6-ya böləndə 10 qalacaq. Bu olur sənin silsilə fərqinin tapılması. Bura qədər problem yoxdur ki, birinci hissədə Zülfüqar aydındırmı? Bəli, müəllim, bəli, aydındır. Gəlirəm indi ikinci hissəyə. N-ci həddin düsturu. N-ci həddin düsturu sarı ilə işarə elədiyimdir. A-n bərabərdir. A1 üzərinə gəl, n çıxılsın 1, D şəklində hesablanacaq. Bu sənin düsturundur. Təkcə A1-im olar burada? Xeyr. A2 də ola bilər, A3 də ola bilər, A5 də ola bilər. Onda burada da. Mən bura A1 yazıramsa, bura 1 yazmalıyam. A5 yazıramsa, bura 5 yazmalıyam. Çünki n-dən 5-in çıxacaqsan, n-dən 1-in çıxacaqsan. Yəni A-nın indeksinə nə yazırsansa, mötərizənin içinə də həmin şeyi yazmalısan. Məsələn, açılışlara baxıram. A7-ni necə aça bilərəm? Versiyalara baxsam. A7-ni aça bilərəm A1 üzərinə gəl 6D şəklində. Başqa versiyası varmı? Bəli, var. Niyə də olmasın ki? Məsələn, A1 yazmıram, keyfim A2 istəyir. A2-ni açıram. 7-dən 2-ni çıxacam, buraya yazıram mən 5D. Məsələn, A16-nın açılışına bax. Yazıb ki, A1, bunu mən yazmışam da, özüm seçmişəm ki, A1 ilə yazım. Üzərinə gəl yazıramsa, 16-dan birini çıxıram, yazıram 15-dir. Heç vaxt durub da yazmayın ki, A1 üzərinə gəlinsin, A3 bərabərdir, A4 verir. Bu indeksləri toplamaq olmaz. Çünki bu sizə yerini göstərir. Ayaqlarını toplamaq olmaz. Elə bir şey etməyin. Sadəcə həmişə açılanda verilənləri düzgün şəkildə açmaq lazımdır. Başqa heç bir şey lazım deyil. Məsələn, A16 deyirəmsə, A7 ilə aça bilərəmmi? Bəli, aça bilərəm. 7 yazıramsa mən 16-dan 7-ni çıxıb bura 9D yazmalıyam. Bu getdi. İlk n həddin cəmi deyəndə, cəm hərfi S hərfidir. Qarışdırmayın ha. Summa sözünü yadda saxlaya bilərsiniz. S-n düsturu belədir. 2A1 üzərinə gəlsin, n çıxılsın 1D, bölü 2 vurulsun n. Bunu əzbərləməliyəmmi? Bəli, əzbərləməlisən. Gecə yuxudan qaldırsam sən nə Zülfüqar, bu düsturu mənə də deməlisən. Yəni, elə əzbərləmək lazımdır. İndi baxıram burada. S10 bərabərdir. Məsələn, 10-cu həddin, ilk 10 həddin cəmini soruşuram mən səndən. N-i yerinə burada 10 qoymaqdan başqa bir şey etməyəcəksən. Onu yazdım bura. Elə bir K1 özü qaldı. Ondan birini çıxanda 9D qaldı. Məxrəcdəki 2 öz yerində qaldı. Bu N-in də yerinə indeksə 10 yazılıb deyə mən də 10'u yazmalıyam. Məsələn, S10'u tapmıram, S23'ü tapmıram. Müəllim, burada onun açılışını verir də, düzdür? Bəli, S10, misal üçün yazmışam bura. S10 demişəmsə, onun açılışı budur. Bəli, Yəni, müəllim, K1 üstə aydındır. gəl. Yəni, açılış belə də fərq eləmir. Yəni, indeksində nə var? İndeksində nə varsa, ondan istifadə Onun etmək lazımdır. açılışını verir. Məsələn, aşağıda S23 vermişəm Zülfüqar. Deməli, n-lərin yerinə düsturda harada n hərfi var, yerinə 23'ü yazmalısan sən. Aydındır, müəllim. O da eləyəcək K1 öz yerində, 23-dən 1 çıxırsan 22D qalır, 2 22D məxrəcdə öz bölü yerində. 2. Elə də 23 yazmışam deyə burada 23 yazmalısan. Bu qədər sadə, başqa bir şey yoxdur. Əzbərləyəcəyiniz cəmi düsturun. 1 silsilə fərqi,
2. Eninci həddin açılış qaydasını bilməlisən. 3. İlkin həddin cəm düsturudur və sonda 4-cü düsturun məsələn şərtində hazır düsturu özü versə, eninci həddi soruşsa, onda bir dəfə burada soruşulan özünü, bir dəfə də özündən bir dənə gerisini yazıram. Məsələn, 10 soruşuramsa, 10-u və 9-u yazmalıyam. 15 soruşuramsa, eni yerinə 15-i və 14-ü yazmalıyam. 4 soruşuramsa, eni yerinə 4-ü və 3-ü yazmalıyam. İndi məsələn, baxın bura, ilk en həddin cəmin deyir ki, sizə SN bərabərdir, 2 n vurulsun, n çıxılsın, 1 ilə hesablanır. 8-ci həddi nəyə bərabərdir? Sən deməli, eni yerinə bir dəfə 8 yazanda, Bir bir dəfə dəfə də 8, bir 7-ni dəfə 7 yazmalısın. olur müəllim. Bəli, bəli, bəli. Yerinə Aydındır. yazandan sonra aldığın cavabları bir-birindən çıxacaqsan, sənin hazır cavabın olacaq. Aydın oldu mu? Aydındır. Bu getdi belə. İndi uşaqlar, gəlin bunlara aid misallara baxaq. Misal üzərinə izah edeyim sizə qalan şeyləri. Testin sayı burada çoxdur. Sadəcə biraz səbirlə işləmək lazımdır. Çətin deyil, rahat mövzudur. İmtahana da ki, garantili bir sualınız silsilədir. Bax, garanti deyirəm. Elə suallar var, məsələn, ehtimalla deyirsən ki, bəlkə düşdü bu mövzudan, bəlkə düşmədi. Amma bu konkret düşür. Gəldik bura. Ekranı hamı görürüm testi. Bəli. 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 İndi baxıram bura suallar üzərindən gedəcəm sizdən. Deməli uşaqlar, məsələn, birinci verib mənə nəyi? Verilənləri həmişə kənara yazın ki, sizə qarışıqlıq yaranmasın. Deyir, A1 15-dir. Gətirirsən, bura yazsan 15-i. D 4-dür. D-ni də yazıram qiymətini. Və A5-i soruşur. A5 də bərabər sual. Mənə verilənlər qırağa yazandan sonra xətt qoyuram bura. İndi ən böyük kimdir burada? A5-dir. Deməli, A5 açılmalıdır. A5 bərabərdir. Əlimdə kim var? A1 var. Deməli, A1-dən kömək almalıyam. Yazıram A1 üzərinə gəl. 5-dən birini çıxanda bura yazıram 4-dir. Düstur hazırdır. İndi kimin qiyməti var? Gətirin, yerinə yazın. A5-in cavabı varmı? Yoxdur. Özü qalsın olduğu yerdə. A1-in cavabı varmı? Bəli, var. 15. Yerinə yazıram 15. Üzərinə gəl. 4 qaldı. D-nin cavabı varmı? Bəli. Yazıram bura 4 vur 4. Bu da 15 üzərinə gəlib 4 dəfə 4 16 eləyəcək 31. D nədir? D neçə artdığını göstərir. Məsələn, birinci həddimiz 15-dir. İkinci həddimiz olacaq 4 gəlir. Üzərinə 4 gəlsəm 19. Bir dənə 4 gəlsəm eləcək 23. Bir dənə də 4 gəlsəm 27. Bir dənə 4 gəlsəm 31. Baxın, 5-ci yerdə nə durdu? 31 durdu. Yəni D bunun neçə artdığını göstərir. Bunu qarışdırmayaq. İndi məsələn, ikinci sualda sizdə fərqini soruşur. Yəni D-ni soruşur. Neçə artır? 3, 5, 7. Deməli 2 artır. Sizlə fərqi. Yəni D 2-yə bərabərdir. Sonra məsələn, üçüncü sual. Hələ ki, primitivlərlə gedirəm, sonra biraz böyüdəcəm. İndi baxaq nəyə? Dördüncü sualda əlimizdə nələr var? Qeyd eləyək qıraqda. Deməli, əlimdə A3 var, 56. Əlimdə D var, 9. Yoxdur A1. Kimi açmalıyam? Böyük olan A3-dür. A3 açılmalıdır. Əlimdə kim lazım? Mənə kim lazımdır? A1 lazım. Deməli, A1-ni açmalıyam. A1 üzərinə gəl. Deməli, 3-dən 1 çıxanda 2 D yazıram. Gətirin, kimin qiymətləri varsa yerinə yazın. A3-ün qiyməti varmı? Bəli, 56. A1 varmı? Yoxdur. Özünü olduğu kimi saxla. D varmı? Bəli, 9. 2 vur 9 yazmalıyam. Bu da eləyəcək. 56 bərabərdir. A1 üzərinə gəl 18. Bu da A1-i tapanda 56-dan 18 çıxam, qalacaq 38. Deməli, birinci həddimiz 38-ə bərabər imiş. Bu belə. Biraz qabağa gedək. Məsələn, 5-ci suala baxaq. Artıq ötürə baxacağım, çünki sizdə yazmalısınız. Baxaq indi nəyə? 13-cü həddi tapın deyir. Əlimdə var A13 bərabər sual işarəsi. Deyəcəm, müəllim, qalanları hanı? Bir gözünün qabağında. Buradan bax yazda. Birinci yerdə nə durub? -2 durur. Deməli, A1 -2-yə bərabərdir. D nəyə bərabər? Baxıram ki, -3 -3 artır. -2-nin üzərinə -3 gəlib, -5 alıblar. -5-in üzərinə -3 gəlib, -8 alıblar. Deməli, bizim D-miz -3-ə bərabər. Baxın, demək olar ki, əlimizdə hər şey var. A13-ü soruşur. A13-ün açılışını yazmalıyam. Kimlə? A1-lə. Yazıram bura A1 üzərinə gəl. 13-dən birini çıxanda bura yazmalıyam. Artıq mən 12D. A13-ün cavabı varmı? Yoxdur. Özünü olduğu kimi saxlayacağım. A1-in cavabı varmı? Bəli, -2 yerinə yaz. D də -3-dürmü? 12-ni -3-ə vuranda -36 yazıram bura. Bu da hazır verəcək bizə -38-i. Cavab olacaq B variantı. İndi bu da bu yuxarıda verilən birinci düstur, birinci misal uşaqlar. İmtahanın öz sualıdır. Baxın bu. 2000 bölmədin yadımdan çıxıb 22-də idim, 23-də idim. Hansındasa qəbulda istifadə olunmuş sualdır birinci tayı.
Olduğu kimi, yəni heç bir şey dəyişmədən. Gəldim indi nəyə? Sual məsələn 8-ə baxalım. Biraz sualı sizə yazılanlardan baxım. 11-ci sinifin buraxılışında mütləq düşür. Hətta məzunlarda ikisində də. Ədədi silsilənin birinci həddi 5-ə bərabərdir. Deməli, onu da yazıram. A1 bərabərdir 5-ə. Üçüncü həddi 17-dir. Deməli, A3 bərabərdir 17 yazıram. Bizdən soruşur ki, ikinci hədd nəyə bərabərdir? Sual. Bu getdi. Uşaqlar, bir dənə bir şey deyim sizə. Silsilə ilə bağlı, ədəd silsilə ilə bağlı. Məsələn, baxın bura. 3, 5, 7, 9, 11, 13, 15 və s. belə davam edir. Yadda saxlayırsınız ki, hər bir ortada duran hədd qonşularının cəminin yarısına bərabərdir. Bax, 5-in qonşuları 3 ilə 7-dir. 3 ilə 7-ni toplayanda 10, yarısı 5. Və yaxud da ki, götürürəm buradan 13 olsun. 13-ün qonşuları 11 ilə 15-dir. 11-in 15-in cəmi 26, yarısı 13. Deməli, onda yadda saxlayırsınız ki, ardıcıllıqla gələndə birinci, ikinci, üçüncü və yaxud da üçüncü, dördüncü, beşinci, 10-cu, 11-ci, 12-ci, 15, 16, 17-ci bu cür davam eləsə, onda ortadakı hədd nəyə bərabərdir? 2 dənə qıraqdakının cəminin yarısına bərabərdir. İndi bu misalda nə olacaq? A1 var, A3 var. Yəni birinci yerdə durur 5, ikinci yer boşdur, üçüncü yerdə durur 17. Deməli, x'imiz nəyə bərabər olmalıdır? 5 ilə 17-nin cəminin yarısına bərabər olmalıdır. 22-nin də yarısı olacaq 11. Cavab olacaq A variantı. Yox, sən deyirsən ki, müəllim, o dəqiqə ağlıma o gəlmədi. Onda nə edeyim? Heç nə, get silsilədən öyrəndiyin düsturları tətbiq elə. Mən Deməli, yenə A3 atırıq da onda. bəli, A3 aça bilərsən. A1 A3-ün plus qiyməti 16D. 17 idi. A1-in qiyməti nəyə bərabər idi? 5-ə və bizdən soruşurdu A2-ni. Əvvəlcə A3-ün açılışını yazıram. A3-ə mən yaza bilərəm nə? A2 üzərinə gəldi yaza bilərəm, amma indi A2 yoxdur əlimdə. A1 üzərinə gəlinsin, məsələn 2D yazıram. Gəl qiymətləri yerinə yazaq. A3-ün qiyməti 17, A1-in qiyməti 5, 2D-də qaldı öz yerində. 17-dən 5 çıxanda 12 bərabər 2D-yə, D də bərabər oldu buradan 6-ya. Bunu bildim. İndi gəl A2-nin açılışını yazaq. A2 bərabərdir. A1 üzərinə gəl. 2-dən 1 çıxanda 1-dir. O da yazılmır. A2-nin cavabı yoxdur. Qalsın. A1-in cavabı 5-dir. D-nin qiyməti də 6. Toplayanda yenə 11 alacaqsan. Yəni, istənilən halda gəlib o cavabı tapırsan sən. İstəyirsən düsturla yaz, istəyirsən mən dediyim şəkildə ardıcıllıqla nə dedi orada gör. Mənim bir dənə üzr istəyirəm. Bu A3 Aha. atanda A1 üstəgəl 16D olmur. A3-ü açanda niyə olsun ki? Bu 3-dən 1 çıxanda 2 qalmırmı Zülfüqar? Ona görə D-nin qabağına 2 yazmalısan. İndekslər çıxıram. Durub bu 17-dən Aydındır. çıxmıram. A Aydındır hərfinin mənim, aydındır. ayağındakılar Başa düşdüm. qiymətləri çıxılmır. Bəli, mən başa düşdüm. Aha, sonra biraz qabağa gedək, qaçaq biraz qabaqlara. Cəmlərlə bağlı istəyirəm. 22-yə baxaq. Ədədi silsilənin 3-cü həddi və 17-ci həddin cəmidir. Yazmalıyam onda 3-cü hədd. Üzərinə gəl. 17-ci hədd bərabər cəmi 20-yə. Səndən soruşur ilk 19 həddin cəmini. Deməli, S19-da axtarışdadır. Sual şərəsi yazıram bura. A3-də açmalısan, A17-ni də açmalısan. A3-ün yerinə mən yaza bilərəm ki, A1 üzərinə gəl, 3-dən 1 çıxanda qalır 2D, plus A17-nin yerinə yaza bilərəm, A1 üzərinə gəl, 17-dən 1 çıxanda qalır 16D, bərabərdir 20-yə. Burada A1 ilə A1-i toplayanda mənə deməyin A2 eləyir. Olmaz. 2 dənə A1 elədi. 2A1 üzərinə gəl. 2D burada, 16D burada. Oldu 18D bərabər 20-yə. Baxıram ki, bunun hamısı 2-yə bölünür. 2-yə bölürəm. 2-yə böləndə qalır burada A1. 2-yə böləndə qalacaq burada 9D. 20 də 2-yə böləndə qalacaq burada 10. Bu tam sadələşəndən sonra yadımdan çıxmasın deyə bunu çərçivəyə alıram, qalsın burada. Keçək indi S-in açılışına. Bayaq demişdik də düsturu. S-in açılışında düstur belə idi. S-in bərabər, düsturu yazıram birinci, 2A1 üzərinə gəlinsin, N çıxılsın 1D, bölünsün 2, vurulsun N yazıram. İndi N-lərin yerinə 19 yazmalıyım. Çünki ilk 19 həddin cəmini soruşur bizdən. Yazıram S19 bərabər 2A1 üzərinə gəl. 19-dan 1 çıxanda yazmalıyam bura 18D böl 2
vurulsun N'in qiyməti 19 idi. İndi baxıram nəyə? Bax burada. Hazır yuxarıdan 2 qırağa çıxa bilər. Sürətdən. Bax buradan 2-ni qırağa çıxardıram. 2-ni çıxartdım. Qaldı orada A1 üzərinə gəl 9D. Məxrəcdə 2 vur 19 da öz yerində. Bərabər. 2 ilə 2 getdi. A1 üstəgəl 19 D-nin cavabı 9 D-nin cavabı hazır 10-dur. Yerinə gətirib 10 yazıram mötərizənin. 10 vur 19. Cavab eləyəcək 190. Baxın görün hamıya aydın oldu mu bu cəmlə bağlı sualımız? Bəli, müəllim. Məncə çətin deyil. Birinci addımı həll elə, qoy Aydındır, cibinə. müəllim. Keç ikinci addımı da açılışını yaz. Cibinə qoyduğunu çıxart, gətir bu bir tərəfə. Yaxşı. Gəlin indi baxın aşağıdan. Məsələn, əlimizdə demək olar ki, bu 24-cüzdə heç nə yoxdur. Bir dənə baxaq buna da. Amma görəsən ki, sənin əlində hər şey var imiş. Heç nə görünə bilər, amma hər şey var burada. Və deməli sənə verib ki, 15-ci hədd, yəni A15 bərabərdir 5-ə. Əlimizdə bir bu var. Deyir, ilk 29 həddinin cəmini tapın. Yazmalıyım onda S29 bərabərdir suala. 2 dənə şey verir. Əslində çox şey verib bizə. A15-in yerinə mən yaza bilərəm. A1 üzərinə gəlinsin. 14D bərabərdir 5. Hə, bununla işim qutardı. Bunun başqa açılışı yoxdur. Saxla burada. Keçə 29-un başına yazaq. Yazıram onda S29 bərabərdir. Yuxarıda yazmalıyam 2A1 üzərinə gəl. 29-dan birini çıxıram. Yazıram bura 28D bölü 2. Qıraqda da 29 deyirəm. 29-un özünü yazmalıyam. Surətdə baxıram ki, 2-ni mötərizənin xaricinə çıxartmaq hüququmuz var. 2-ni çıxartdım. Qaldı orada 2-yə böləndə A1. 28 də 2-yə böləndə qaldı burada 14D. Böl 2 vur 29. 2-lər getdi. S29 bərabərdir. A1 üstəgəl 14-nin cavabı hazır 5-dir. Gətirəm bura 5 yazıram. Vur 29. 5-i 29-a vursam cavab eləyəcək 145. Qurtardı, getdi. Heç bir şey yoxdur burada başqa. Hamıya aydın oldu mu? Bəli, müəllim. Sonra davam eləyək. Müəllim, mənim telefonda internet zəif oldu. Mən getdim kompüterlə girdim ona görə. Biraz. Sən Rəşidə, yoxsa kim idi? Yo, Natavan. Nə bildim. Adlar görünmədi. Yaxşı, deməli buradan nəyə baxırıq indi? Cəmlə bağlı biraz qabaqlara getmək istəyirəm. Buradan seçib verəsiniz, yoxsa hamısı? Elə şey eləyərəm ki, seçim verim. Baxın demək. 38-ə baxaq. O asan sualların üstündən keçirəm, çünki eyni monoton şeylər damısı. Gələcəm, 51-lərə də gələcəm. Sırayla 50-lərə gələcəm. Baxın bura. Deyək uşaqlar, D bərabərdir 3. Əlimizdə hazır olanları yazıq. Bir də əlimizdə var S20 bərabərdir 670. Başqa heç nə yoxdur. S görən kimi S-i açın. Bağlı qalmasın orada. S-in açılışını yazıram belə. S20-in yerinə yazıram. 2A1 üzərinə gəl. 20-dən biraz aldı. 19D bölü 2. 20 yazıram deyə burada 20 yazmalıyam. Bərabər 670-ə. Görün burada nələr var əlimizdə. Bax bu 0-dan bu 0 getdilər. Təzədən bu 2 ilə də bu 2 getdi. Görün hər şey gedib nə qaldı? Nə qəşəng sadələşdi misal. Qaldı burada 2A1 plus 19D bərabər 67 qaldı. Tənlik. D-nin qiyməti 3-dür. Gətirin burada nə işə yarayır? D-nin yerinə qiymətini yazın. Olacaq 2A1 üzərinə gəl. 19-u 3-ə vuranda 57 bərabər 67-yə. Buradan da 2A1 bərabər 57-dən 67-dən 57 çıxacaqsınız. 10 qalacaq. A1-in qiyməti də eləyəcək 5. Qutardı, getdi. Bizdən elə A1-i soruşurdu. Bir dənə S düsturun içini görürsünüzmü? S-in içində nə qədər şey var? Hamısı birbaşa hazır cavab kimi çıxır əlimizdə. Başa düşdünüz? Bəli. Sual 40 imtahanın sualıdır. Düşmüş sualdır. Özünüz görəcəksiniz. İmtahan sualları işlərində görəcəksiniz orada var. Yaxşı. Bax, burada sual verəndə cümlənin axırına baxın. Görün sizdən nə soruşulur, nə axtarırsınız. Əlinizdə olanları yazın. A1 əlimizdə olan material 3.
A7 əlimizdə var, -9. Deyir ki, silsilənin -29-a bərabər olan həddin nömrəsini tapın. Nömrə deyəndə söhbət n hərfindən gedir. N yoxdur. Silsilənin cavabı da, yəni AN də -29-a bərabərdir. Mən bayaq düstur yazmışdım sizə, n-ci həddin düsturu. AN bərabər, A1 üzərinə gəl, n çıxılsın 1D. İndi baxıram ki, burada əlimdə kim var? A1 var, AN var, amma D yoxdur. D-ni mən bunların ikisindən tapacağam. Bu ikisindən. Düstur nə idi D-nin? D bərabər, yaza bilərəm onda burada A7 çıx A1 bölünsün 7 çıx 1. Bu qaydanı tətbiq eləmək olar. Onda A7-nin qiyməti -9 çıx 3 böl 6. -12 böl 6 düşəcək D-nin qiyməti -2. Gətirin indi hamısının qiymətini yerinə yazın. A-nin qiyməti -29-dur. Yerinə yazıram. A1-in cavabı 3-dür. D-nin yerinə -2 yazıram. Qabaqda yazıram. N çıx 1-i də sonra yazıram. Heç bir fərqi yoxdur. Heç adi tənlikdir də. 3-ü sola keçirin 9-un yanına. Olur -29 çıx 3 bərabər -2 N çıxılsın 1. Bu da eləyəcək -32 bərabər -2 N çıxılsın 1. Buradan da N çıx 1-i tapanda -32-ni -2-yə böləndə 16 qalır. -1 də sağa aparanda 17 eləyəcək. Cavab oldu 17. Bildiniz? Mənim bir də üstündən keçin də var. Bizə nə verib Nəriman? Sualı verə-verə özün cavab ver. A1 ilə A3 A1. verilibmi? Daha doğrusu Bəli. A1 ilə A7 verilibmi? Nömrəni Bəli. soruşur deyə N hərfinə sual qoyduq. Düzdürmü? Bəli. AN də hazırdırmı əlimizdə? Cavab olaraq verib sənə. Sənin nömrə soruşur. N yoxdur. Düsturu yazdıqmı? AN düsturunu. Əlimizdə kim var? AN var, A1 var, D yox idi. D-ni tapmaq üçün bu düsturdan istifadə elədik. A7-dən çıxdım A1-i, böldüm indeksləri fərqinə. D-ni tapdıq -2. D-ni də yerinə -2 yazdım, gətirdim. Bura kimi aydındır hər şey? Bəli, başa düşürəm. 3-ü sola keçir, -32 eləsin. Burada -2 var. -32